Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə toyuqlara, ümumiyyətlə cücərlər neçə ayından sonra və nə qədərdən bir qurd dərmanı vermək olar, yəni və hansı qurd dərmanlarını vermək olar, o haqqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, mən həmişə demişəm ki, indi çoxları düzdür deyir ki, qurd dərmanını bir yazda, bir də payızda vermək lazımdır. Ancaq mən demişəm ki, hər ay versəz daha da yaxşı olar. Yəni toyuqlarda qurd olmaz, belə deyək, yemlərini də, yəni yedikləri canlarına şey olar, yemləri, ondan sonra yumurta, yaxşı yumurta verərlər, xoruzlar yaxşı mayalı olar da, yumurtasını yaxşı mayalayar, problem olmaz. Deməli, əziz izləyicilər, indi bir çoxunuz deyəcəksiniz, misal üçün bizdə 50 dənə, 100 dənə toyuqda onların bir boğazına necə uduzduraq? O şərt o deyil ki, siz hər ay onların boğazına qurd dərmanı uduzdurmalısınız. Misal üçün, birinci ay uduzdurduzsa, İkinci ayı sularına qatma var, sularına qatıb verə bilərsiniz. Ondan sonra şey var, onun adı nə idi? Yeminə qatma var, yeminə qatıb verə bilərsiniz. Yəni hər ay bir dəfə, hər ayda verə bilməzsiniz, 2 aydan bir, 3 aydan bir belə verməlisiniz ki, bu toyuqlarınız sağlam olsun. Çünki qurddan da ölə bilərlər. Çünki bəzi qurdlar var ki, bağırsaqlarını, belə deyəlim, o ləpik qurdlar olur, ağsap kimi. Onlar bağırsaqlarını şey eləyərək, onun adı nə idi, cıraraq çıxıb öldürür toyuğu içindən. Görürsünüz, toyuq sozalır, yerimir, ayaq tutulmadı, bax ondan ola bilir və yəni müəyyən fəsadlar gətirə bilər. Ona görə sağlam toyuq istəyirsinizsə, bir dəfə suyuna, boğazına oturduzsa, ikinci səfər, məsələn, bir ay keçəndən sonra, ya ikinci ay keçəndən sonra sularında verin, nə bilim, sonra yemlərində verin. Ən yaxşı qurd dərmanı, mən yəni istifadə etdiyim qurd dərmanı onlardır ki, misal üçün, mən bax şey verirəm, Albent verirəm, sonra sarı İran dərmanıdır, Niklasam deyirlər, ondan verirəm, Zagros Niklasam ki adı var, Panaçu verirəm və s. də, yəni cürbəcür dərmanlar var, amma ən çox mən verdiklərim budur. O Zagros Niklasam deyirlər, İran istehsalı 3 dənəlikdir. Onu necə verirsiniz? Onu deməli, əziz izləyicilər, 3 yerə bölüb, hər 2 ayını keçmiş cücənin, beçənin, fərənin, böyük toyuğun boğazına uduzdurursunuz. Bunu uduzdurduqdan sonra deməli damda saxlayırsınız. 4-5 saat, misal üçün 8-də veribsə 12-yə kimi, onlara 12-yə 1-ə kimi yem zat vermişsiniz. O bütün yeyirlər, udur, bütün bağırsağındakı qurdları tökür. Sonra isə buraxırsınız, suyunu, yemini verirsiniz. Yəni su, yem olmamalıdır o dərman verəndən sonra. Ondan sonra əziz izləyicilər, buraxırsınız, suyunu, yemini verirsiniz. Yəni 4-5 saat keçəndən sonra damı da yaxşı təmizləyirsiniz. Bir abunəçimin var idi ki, yazmışdı ki, misal üçün mən Zagros verdim, amma heç bir qurd tökülmədi. Bu deməkdir ki, sizin toyuqda, cücədə qurd olmayıbdır. Ona görə də tökülməyibdir. Yəni belə şey eləyirsiniz, o Zagrosdan verirsiniz və 3-4 saat yem vermişsiniz, o bütün tökəcək, əgər varsa. Ondan sonra Albent. Albentin böyük dərman olur, onu böyük buynuzlu heyvanlara zada da verirlər. Onu deməli, əziz izləyicilər, nə edirsiniz? Götürürsünüz, şey eləyib, onu deməli, yeminə mən qatıb verirdim. 2 tabletka, 2-mi, 4-mü, tabi yadımdan çıxıbdı, onu mən 2-3 dəfə verdim, çoxdan durucu vermirəm, bir də Zagros zad alıb verirəm, ona görə baytar özü deyəcək, ya kanalımda var, ya 4 dənəni 2 kilo yemə qatır, ya 2 dənəni məncə hədə 1 kilo yemə qatır, elə mən 4 dənə almışdım, 2 kilo yemə qatdım, verdim, sizin toyuğun sayından asılıdır, yəni 1 kiloya 2 tabletka gedir, onu
həzif qatsız yemində verirsiniz və o bütün qurdları tökür. Ondan sonra panaçı belə tökə bilərsiniz boğazına və s. da, yəni yemində, suyunda. Bunu mütləq verməlisiniz ki, şey olsun diye. Bəzi insanlar deyir ki, ördəyə qaza da vermək olar. Təbii ki, əgər ördək qaz saxlayırsınızsa, onlara bir yaz başı, bir də payızda ördək qazda elə qurdu olmur, amma versəz daha da yaxşı olar da. Yəni şey deyirsiniz, siz deyin, yaz başı, bir də payızda sularına qatıb versin. Düzdür, ördəklər suyu kirlədir, ancaq nə qədər də olmasa içəcəkdir və o onları şey eləyəcək də, yəni xeyir olacaqdır. Su qaba az qayırsınız və içinə belə deyək ki, daş zat qoyursunuz ki, çoxluq eləməsinlər, elə içsinlər içmək üçün. O bütün qurdlarını tökəcək. Yəni bunu verin, toyuqlarınızda nə ölüm, nə ayaq tutulma zad olmayacaq. İndi mən gələn videomda da ayaq tutulma haqqında məlumat verəcəyəm ki, qurddan da ola bilir. Yəni bax belə. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram. Kanalımızı izləyin, yeni videolar gəlir, iynələri haqda, ayaq tutulma və s. xəstəliklər haqda məlumatlar olacaqdır. Sağ olun, salamat qalın.